Artıq biz Neftçalanın məşhur bazarındayıq. Şumuzu aldı. İsmət əsasını deyim. Görsən, bazarın girişində ilk bizi qarşıladı Cavidin ət dükanı. Gəlin görək, ətin qiyməti neçəyə? Quzu ətləri o 20 manatdır. Biraz iri toğullar 17 manatdır. Bəs dana əti, bax bu yoxsa təzə kəsilmiş dana. Yaxşı, ət tələbatı satışı necədir? Yaxşıdır. Yaxşıdır. Satırıq Alış filan. Evet, günə bir dənə, 2 dənə satırıq. Maşallah. Balıq neçədir? 6 manat 50 qəpik yox. 6 manat 50 qəpik. Balıqlar nə balıq edilir? Bunlar ziyad. Ziyad balıqlar. Bütün. Salam məşhur ziyad balıqlar. Neçədir qiyməti? Şuran 15 manat. Elə təzə diri. Neçədir quş? 8 manat. Quş 7 8 manat, manat, hə. 7 manat. Vətən uğrunda döyüşlərdə olub, Allah canına dəyməsin, bərəkətli ömür versin. Əsl vətən oğlu elə belə olmalıdır. Kilosu neçədir? Hə. Danası 3 manat 50 qəpik. Həqiqi deyirsən? Bu dana kilosu neçəyə gəlir? Gəlmir o. O dənə satır. O dənə ilə satılır. Ördək neçədir? Bunlar 12 manatadır, bunlar 8 manatadır. Mənim yazığım gəlir, onu vuranmaram kimi. Niyə? Şumuzu aldı. Sağ olun, Allah razı olsun. İsmət əsasını deyim. Görsən.